Tofiq, bir döyüşçü kimi sən və məşqçi, neçə faiz sən, neçə faiz məşqçi? Bilirsiniz necədir? İndi professional idmançı üçün, yəni məşqçi insan həyatında böyük rol oynayır və bu günlər indi burada İbrahim müəllim burdadır. Bizim kollektivdən, yəni Rəşad burada yoxdur, Fərman burada yoxdur. Yəni bu insanların adını çəkdiyim insanların mənim üzərimdə bu hazırlıqda da, həmişə də yanımda olmaqlarından əlavə, yəni bu hazırlıqda demək olar ki, hər şey, yəni dəqiqliyi ilə idi də. Hərənin öz işi var idi. Misal üçün, çəkiyə, yeməyə bir nəfər diqqət edirdi, misal üçün, vastanavleniya, misal üçün, bərpa prosesinə bir nəfər qreplingdə Rəşad. Yəni, biz hər bir şeyi düzgün şəkildə analiz edirdi. Hərənin öz işi var idi, heç kim heç kimə mane olmurdu, heç kim heç kimə qarışmırdı. Yəni, hərən öz işini hamı bilirdi. Çəki salma prosesi də yüksək səviyyədə getdi, bərpa prosesi də yüksək səviyyədə getdi. Ən əxsusdakı, yəni nastroy, plusdakı psixoloji durum. Hər dəfə, yəni evdə oturanda da bunlar öz aralarında danışırlar və görürəm ki, psixoloji təsir edir. Məsələn, motivasiya xarakteri, nəsə kompüterdə bir şey qoyublar, öz aralarında danışırlar. Amma mən hiss edirəm ki, o şeyləri mənə ötürürlər də. Yəni mən özü demək istəmir. Özləri demirlər. Sadəcə Rəşad oturur kompüterdə nəsə qoşur, bunlar öz aralarında danışır. Yəni görürəm ki, fikir kompüterdə deyil də. Yəni məqsəd yəni mənə nəsə ötürməkdir. Psixoloji durum, motivasiya xarakteri həmişə, yəni doğrudan da insanın pis insan yoxdur, pis mühit var. Necə düşürsən, elə də formalaşırsan. İnsanın ətrafından çox şey asılıdır. Əgər bir insan sən, necə deyim, yanındakı insan səni düşünən baş lazımdır sənin yanında. Yəni səni düşünən, yəni müəyyən şeylər var ki, dostluqda, yoldaşlıqda necə ki, dostluğa, yoldaşlığa, yəni çətinlikdən keçən insanlar xoşbəxtçiliyin dadını daha yaxşı bilir. Yəni bu insanlar ki, səni, yəni bu insanlar mənim maddiyyat gözündən baxmırlar. Başa düşün, belə qardaşlıq gözündən. İş işdir, dostluq dostluqdur, qardaşlıq qardaşlıqdır. Yəni bu insanlar mənə qardaş münasibəti göstəriblər. Plusda ki, onlar mənə necə fikirləşirsə, mən də onları elə fikirləşirəm. Amma bugünkü gündə onların demək olar ki, bu döyüşün bu səviyyəyə gəlib çıxmasında onların da təbii ki, birə-bir mənlə bərabər onların da əziyyəti var.